Başka fikirlerini kurtarır. Başka yanından oyun tapamam. Çekmeyin. Ona göre de tezden Minecraft oynayacağıq. Kaldığımız yerden devam edeceğiz. Dünənləri nə elədim, sözümlə bilmədim. Yəni çox pis içib yuxuya getmişdim. Yəni çox pis də, yəni başım pis gündə içmişdim. Demək olar ki, başım gedirdi. İndi bu saat bugün evi düzəltməyə çalışacağıq. Mən maraqlı harda düzəldib. Dünənləri heç də pis deyil, yəni videoya 149 baxış gəldi, yəni mənə görə heç vaxt olmayan bir şeydi də. Yəni elə bir şey məndə heç vaxt olmamışdı. Bax, burada qəşəng ev düzəltmək olar. Hələlik buranı götürək. Aha, bura əladır. Çox geniş yerdə özünü. Hələlik burada bir dənə şey eləyək. Mən indi ev ortada olacaq, çox güman. Onu bir də qoyaq qəşəng. Bundan qoyaq bir dənə. Crafting table bura qoyuruq. İndi bizə lazım sandıqlar. Hər şey ataq bura, çox lazımsız şeylər var məndə. Bu nədir? At getsin. At. Lazımsız şeylərin hamısını qoyaq bura. Bu mənə lazım olacaq. Buna qoyaq. Mənə bu şeyləri gətirək, əşyalar. Bu örümcək səsi haradan gəlir? Allah. Aşağıda da mağara var. Baba kömək olacaq bizim. Deşi doldurmağa çalışacağım. Düz çox böyükdür, amma yenə də nəsə eləməyə çalışacağıq. Əşyalarımı götürüm oradan. Həqiqətən kanalda bir şey var. İrəliyə getmək var. İrəliləyiş var. Mən hələ də iş axtarışındayam. Hələ heç bir şey tapamamışam. Çox pis ki. Səs üzü mənə başlayır dəli eləmək. Bunu götürəməyəcəm, çox güman, çünki burada şey var. Bunu götürək. Bam. Bam. 5 seviyə olduq. Mən bu evdə bilmirəm harda sakit bir yer tapa biləcəm, çünki hər yerdə bu saat səs küyü var. Rahat da videoda çəkmək olmur. Gərək bildiyin əlləşəsən. Evdə bir dənə sakit yer buradır. Vay dədəm vay. Evdə bir dənə sakit yer buradır, burada da eşidirsiniz də o səsi. Motorun səsi düz adamın beynini eşidir. Ben ara gedim, ara yoxa çıxım. Peki burada altta oturum, neyiniyim? İki səs vəbşə lazım. Gəlsin evdəkilə. Buradan içində oturmaq olar. Oraya olması biraz aşağı. Sıçanlar zatları var burada. Geldiğimiz yere çatdıq. Burayı hə. İndi mənə bu saat lazımdır. Şey 9 dənə mi? Ben yarım saatdir 9 dənə eləyib burada.
Bunu bura koyma gözüm. Bunu şey, iki tanesini götür. Buradan böyle. Bunu böyle. Köşe. Bizden ne satışmadı? Şalvar bir de bir şey. Bunu böyle taktık üstümüze. Bir tane kaldı bende. Bir tane demir onun dizisiye. Lapatkaya göre şey edeceğim. Lapatka da lazımdı. Aslında burada qəşəng bir sakit otel düzəltmək olar biraz əlləşsən. Çünki burada sərgiyə salsam, sabahsı gün çalışacağım burada qəşəng sərgiyə bir yer yaratmaq olar. Əlləşsən də yəni. Palva kimi bir yerdir. Ya da başlayalım böyle palva da çəkərəm. Yəni bu dəmir əridim. Bir tane şalvara bir iki tane de lazımdır işte. İşim güzel. Burada da 5 tane var işte. Bomba gibi. Tamam. Все. Hemen bunu götürürük. Çubuklarımız çubuğumuzdu. İki tane çubuk. Bunu böyle tam. Şimdi bu tepəni biz buradan götürək esas. Belki de ben bu saat Twitch'te canlı yayın açtım. O da olabilir ha. Yaxşı fikirdir. Tamam. Bunu öyle düzelse bize bəsdir. Bam. El 6 dakika diye vaxtımız var. Çox şeyim var. Düzdür, bu videolarımız da baxan belə azalır. Amma yavaş çoxalır da. Yəni əvvəlki şeyə bax. Əvvəlki baxışlar 30 idi, indi olub şey 146. Yəni fərqi çoxdur. Həqiqətən çoxdur. Bu geldi. Bana göre bunda ne var? Ne işte olmasa da onun iplerini elbette ki iplerini elbette ki götüreceğim. Elbette ki benim zümrüdüm yoktur. Yüzde bu alan şeyler de var. 4 tane pişmiş karışık. Sizde ayrı var. Bundan değer düşmedi yok. Ay kravat. Ben götürmüşüm bunu. Twitch'te belki açtım dünkü. YouTube'da da videolar hemen yaxşı gəlsin. Ona da baxış gəlir. Burası yenə də. Necə YouTube daha yaxşı. Burası mən edit skillim əldə yaxşı deyil. Yəni edit eləməyə o qədər bacarmıram. Ona görə mən editsiz şey, low effort şeylərini elə çəkirəm, atıram. Hep heç əziyyət çəkmədən bir başlıqda video atıram, gördüyünüz kimi. Hep giriş şeydə. Ondan sonra bir şey. Yüz baxın bilirəm azdır, amma yenə də kimsə baxır da. 146 nəfərdən bir nəfəri like koyub. O da bilmirəm bizimkilərdən də yox. Baxmasa da yenə də like koyurlar da, sağ olsunlar. Məncə mən stream açsam daha da yaxşı sərf eləyir. Çünki edit zadı olmur orada. Rahatsız elə bilirəm. Sonra başım bir dənə pis ağrıyır. Şimdi bu 15 dakika olacaqdı yayınca. 15 dakika videonu çəkəcəm. Onu qoyacağım təzədən. Axşama da təzədən pivəm var. Onu açıb içəcəm. Normalde belə davam edirdim. Deməli indi başlayaq evdə. Ev əlbəttə ki sadə olacaq. 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6
6 yayıncı bəsdir. Görün burada gece yata biləcəyik biz. 1, 2, 3, 4, 5, 6. Ev xırda bir şey olacaq. Çok da ben buradan şey gözüm. Giriş buradandır. Telefon hissediyorum ki biraz donması var. Ben bunu elbette ki helali düzəldirəm. Bir dəqiqə. Ben yeni belə elədim ki. Burada olacaq pəncərə. Pəncərəni belə balaca eləsəm də yaxşıdır. Burada da bir dənə pəncərə. Əla. Bir blokka arası koyuram ki çok da şey olmasın. Yani geniş olmasın pəncərələr. Bam bam. Telefonun bir şey yaxşı ki donması azdır. Ama kızması var. Bam bam bam. Eğer kompüterim olsaydı bu saat çok şey çekerdim hemen. Bu saat fikirlerim de zadım da yoktur, ne çekim neyim. Kompüter olsa vapşe ayrı temalardı da bu saat. Hakikaten ayrı bir şey olardı. Bunu koyabilsem Allah. Blokumuz qurtardı. Meşə tərəfdəydi. Meşə ilə düz yanımızdadır ki. Bunun bir şey yaxşı. Telefon bu saat elə qızıb ki, yəni əlim bu saat birliyi biz yanırdı. Baxanların çoxu 20-25 yaşındaki adamlardır. Bu şey de yazırdı. Məncə o 20-25 yaşındaki adamlar arasında valideynlərin telefonundan istifadə edən uşaqlardır. Onların da bir olar 12-13-8 saat yaşları olar. Yəni mən elə fikirləşirəm çünki 24-25 yaşındaki insanlar bir şeylərə baxmaz. Ancaq valideynin telefonunu işləyən şeylər uşaqlardır. Uşaqların baxması elə normal deyil, ancaq yenə də yazımıza kimsə baxır. Özümə qoyun kimi danışma. Benim yadıma düşmüş ki bu kanalımdan uşaqlar üçün şeyim. Öz yaşlılarım üçün. Mənim nə yaşım var ki? 20 yaşım var. 20 yaş səsində çox deyil. 20 yaşım olub belə şeylər çəkəsin. Gör nə qədər yaşın olmuyor ki. Ama yenə də mən də ləzzət eləyən şey bu saatdır. Yəni başımı qatmaq üçün bu saat hər şey deyirəm ki, problemlərim yadıma düşməsin. Mənə belə rahat. Yəni problemləri həll eləmək yerinə problemlərdən uzaqlaşırım. Məncə bir sak eləsə bəsdir. Ya da bəs olar. Evi qurtararım, sonra videonu seylərim. Yenə bu gəldi. Şu, təmiz bir sak. Görəsən nə var? Ay, böyle bunu almaq istəyərdim sənə. Səni yadda saxladım. Ya bunlar da bağajlarda çıxırmış. Bunu yadda saxlamaq lazımdır.
Saat günün stream aça bilərəm. Twitch'də zaddır. Nə mi? Çünki burada öz-özümə çox danışamam. Özü bilmirəm mən nədən danışım. Sözün düzü. Telefon bu saat elə qızıb böyle əlim yandırır. Bunun yeri bir soyucu götürmək lazımdır. Evin altında da deyəsən mağara var. Gece yatağında bize problem yaratacak onu bilirəm ki. Yatmağa. Bam. Bam 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 bam. Ya da 2 dənə. Demək olar ki, əla. Hələlik bu evin konstruksiyasını belə saxlayıram. Məncə əladır. Detal zat eləsək vəbşə qəşəng görsənəcək. Neyse. Sonraki videoda görüşərik. Sonraki videoda bu evi qutaracağıq. Sonra da görək. Madənə zada düşüb yığmağa çalışacağım. Görüm nə ağarır. Evet, çox sağ olun. Videoya da like atmağı, zəhmət olmasa unutmayın. Yəni, bir kömək eləyin neçə olmasa. Bu videoya inşallah çox baxış yığar. Əvvəlkindən bir 200 baxış yığsa mənə bəsdir. Evet, çox sağ olun, öpürəm.